Salam, Güvən nəşrlərinin 14 dekabr tarixində keçirilmiş olduğu sınaq 7 imtahanından ingilis dili suallarının doğru cavabları ilə tanış olaq. Yəqin ki, imtahanda iştirak etmişsiniz. Listening sualları hazırda əlimdə yoxdur. Birazdan onları şərhə qeyd edərəm, oradan baxarsınız. Biz 7-ci sualdan başlayaq. 7-ci sualda deməli bizdən düzəltmə isimləri istəyir. Farmland mürəkkəbdir, 1 olmaz, 4-də footstep mürəkkəbdir. Cavabımız 2-3 D variantı oldu. 8-ci sualda sahiləblərin tək isim olanda E artikli istifadə edirik. Qalırıq C və D arasında. Sular, dənizlər Z ilə olur. Yəni Kaspiyan Sidə Xəzər dənizidir deyə 8-də olur C variantı E və Z. 9-da bizdən düzgün cavabı soruşur. FU-dan sonra cəm simgələr apples olardı. 2-də eyni qayda FU-dan sonra da projects, yəni cəm isim olardı. Cavab 1 və 2. Yəni 1-2 nədir? 3-4. Y variantı. 10-cu sualda əz arasında adi dərəcə olur. Yəni sifət olduğu kimi qalır demişdik. Cavab D variantı. 11-ci sualda isə doesn't have var, friends var. Törəmədən sonra isim gəlmirdi. Törəmələri üstünə xətt çəkdik. Doesn't inkardır, some olmur. No da olmur inkar olduğu üçün. N olur sual və inkarda, ona görə Y oldu 11-də. 12-ci sualda arrive-dən sonra böyük şəhər, ölkə gələndə arrive in olur və axşam sözü in the evening-dən ifadə olunur. Yəni 12-də C variantı bu əzbərsi bir şeydir. 13-də isə qaydasızları soruşur. Freeze, froze, hold, hold. Yəni irregular, qaydasız Y oldu. Digərlərində qaydalı feil vardı. 14-cü sualda zaman uzlaşmasıdır. Deməli, o açarı itirdi. Dünən işə gedərkən keçmiş davam edici, keçmiş sadə uzlaşdı. Yəni 14-də oldu A variantı. B-də davam edicidən indiki bitmiş uzlaşdırmırıq. C-də indiki uzlaşmır. Çünki while-dan sonra belə deyək, davam edici zaman istifadə edirik biz. Yəni işə gedərkən itirdi açarını. Həm də burada yesterday var. Götürüb burada walks qoymarıq. D-də indiki keçmiş uzlaşmır. Y-də indiki keçmiş uzlaşmır. Cavab 14-də A oldu. 15-ci sualda isə today var, if var, indiki ilə gələcək uzlaşmasıdır burada. D-yə baxırıq. Əgər kömək etsən, o yəni onu təhvil verəcək, bitirəcək deyir yazını. Yəni will finish D olacaq burada. Məsələn, if-dən sonra will istifadə etmirik. Bunları atmaq olar. Keçmişdən indiki uzlaşmır. B-ni atırıq. Y-də də keçmiş bir saniyə indiki bitmişdən indikini uzlaşdırmayacaq. Yəni bu tip sualda vəziyyət belədir. İndiki ilə gələcək uzlaşır. Əgər sən filan şeyi etsən, filan hadisə baş verəcək deyəndə bir tərəfdə will axtarırıq, bir tərəfdə indiki sadə və if-dən sonra will istifadə etmirik. 16-cı sualda yet indiki bitmiş zaman göstəricisidir. Have, has feil üstdən düzəlirdi. Z-idi deyə burada have olur. 17-də düzgün modal feili soruşur bizdən. Deməli, çünki o tətildə idi, biz daha doğrusu tətil idi. Ona görə də biz gedə bilmədik deyir. We didn't have keçmiş zamandı deyə did istifadə edirik. Çünki burada was vardı. Cavab 17-də oldu B variantı. 18-ci sualda isə deməli belədir. Biz indi trafikə erişib qalmışıq. We shouldn't have left. Gec çıxmamalı idik deyirik deyə ona 8-də cavab olacaq D variantı. 19-da cümlənin mənasına baxırıq. Avtobusda şagirdlər xüsusi bir yer aldılar anlamında, yəni bölmə anlamında. 19 oldu A variantı oturacaq həm də. 20-ci sualda definitionla uzlaşdıracağıq. Saf əziyyət çəkmək, toz atmaqdır. Saf əziyyət çəkmək fiziki və ya bir saniyə B düz gələcək burada. Saf experience physical or mental pain. Ağrı sözünü görəndə elə saf götürmək olur. Toz atmaq deməkdir, sıroda atmaq deməkdir. Bir saniyə. Toz atmaq, sıro atmaq. Yəni 1B, 2A olan variant oldu Y variantı. 21-də sinonimi soruşur. Suppose, güman etmək, inanmaq, believe, inanmaq,
Cavab A oldu. 22-də opposite meaning, yəni əks mənalı sözləri soruşur. Baxaq. Confirm təsdiqləmək deməkdir. Reject, cancel. Bunlar ikisi də imtina etmək deməkdir. Yəni 2, 3, 22-də C variantı. Getdik mətn suallarına. Vaxt baxımından burada sadəcə doğru cavabları qeyd edəcəm. Sizin üçün qaranlıq qalan sual olursa şərhə qeyd edə bilərsiniz. 23-cü sualda doğru cavab olacaq C variantı. 24-cü sualda B variantı. 25-ci sualda A variantı. 26 C variantı. Bir dəqiqə 23 C 24 B oldu. 27-də to keep something in a particular place or position. Paragraf 2-dən söz soruşur. Burada da cavab 27-də olacaq to hold. Görək paragraf 2-də var mıydı? Hold sözü vardı bu da. 28-ci sualda to load sözünün paragraf 1-dən sinonimi soruşur. Cavab to fill olacaqdır. Yəqin ki, bəziləriniz burada record yazacaq. 29-cu sualda ən azı 2 sözü dəyişmək lazım olur. Pens, have, true'lu. Baxın, bu hissədir. Change daxil olan hissə. Burada necə olmaq olar? Change'in yerinə alter sözü var. Alter yazılır. Dəyişmək. Bunu eləmək olar. Humans yerinə people da olar. Persons da olar. Hər ikisi doğru olar. Bu belə. Deməli 29 hazır. 30-cu sualda açıq sualdır. Deməli düşünürsəm ki, hələ qələmlər vacibdir. İnsanlar baxmayaraq ki, kompüter və telefon istifadə edir yazmaq üçün niyə və niyə yox. Bu şəkildə bir 3 cümləli yazmaq tələb olunur. Belə az abituriyentlər ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.